120 dərəcəli bucağın daxilində götürülmüş nöqtədən bucağın tərəflərinə qədər məsafələr 6√3-dür. Bu nöqtədən bucağın təpəsinə qədər məsafəni tapın. 120 dərəcəli bucaq daxilində götürülmüş hər hansı bir nöqtə götürə bir A nöqtəsi. Bu nöqtədən tərəflərə qədər məsafələr 6√3-dür. Yəni bu məsafə 1, bir də bu məsafə. 6√3, 6√3. Bu nöqtədən bucağın təpəsinə qədər olan məsafəni tapın. Təpəyə qədər birləşdirdikdə 120 dərəcəli bucağımız yarı bölünür, yəni alınır 60 dərəcə. Burada da avtomatik 30 dərəcəmiz var, çünki məsafə həmişə perpendikulyardır. 30-un qarşısındakı kateti biz deməli, əgər 60-ın qabağındakı 6√3-dürsə, 30-un qabağındakı 6√3-ün kök nisbətidir. Bunlar da gedir, qalır 6. 30-un qarşısındakı katet 6-dırsa, deməli, hipotenuz, yəni burada bir B, O, bir də S olaraq qeyd etsəm, O, A məsafəsi bərabər olacaq hipotenuza. Yəni bu da 6-nın 2 qatı, yəni 12 verir.